Tapıldı, tapıldı. İtib batanlara çare tapıldı. Deyin görüm siz də bunu bilirdiniz. Mən Amerika TikTokunda toz formasında idman qidaları qəbul edənlər üçün belə bir üsul gördüm. Adətən idman qidaları qəbul edəndə necə olur? Bankanı açırsan, qaşığı tapmaq üçün. Amma əlin tozun içinə girir. Çox vaxt əllər təmiz olmur. Üstəlik barmaqlar da toza bulaşır. Qaşığı tapırsan, porsiyanı götürürsən və yenidən qaşığı bankanın içinə atırsan və o dərhal tozun altında itib gedir. Növbəti dəfə yenə axtarmalı olursan. Bu nə rahatdır, nə də gigiyenikdir. Buna görə də belə bir üsul fikirləşiblər. Bankanı götürürsən, məndə bu pre-workoutdur. Bankanın üst qoruyucu qatını 2 hissəyə kəsirsən və ancaq bir hissəsini saxlayırsan. Bir hissəsini çıxarırsan. Qalan hissədə isə balaca bir dəlik açırsan. Dəlik elə ölçüdə olmalıdır ki, qaşıq oradan keçsin. Və beləliklə qaşıq bankanın içində itmir və hər dəfə eyni yerdə qalır. Bir də bu üsulun əlavə üstünlüyü var. Qaşığı dolduranda porsiya çox olarsa, onu qoruyucu qatın altından keçirib, artıq tozu rahatlıqla geri bankaya sala bilirsən. Sonra qaşığı yerinə qoyursan və bankanı bağlayırsan. Və nə qədər hərəkət elətdirsən də, qaşıq artıq itib batmır. Həm daha gigiyenikdir, həm də hər dəfə qaşıq axtarmaya ehtiyac qalmır. Məncə bu çox yaxşı üsuldur. Siz də istifadə edin.